Salam əziz şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 4.6 mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndilərinizi tətbiq yerinə baxaq. Bir neçə mərhələdə gedən reaksiyada katalizatoru və reaksiya məhsulunu müəyyən edin. Bizə bir neçə mərhələdə gedən reaksiya veribdir uşaqlar. Katalizatoru əvvəlcə tapaq. Biz mövzunu izah edərkən qeyd eləmişdik ki, katalizator reaksiyanın əvvəlində iştirak edir və reaksiyanın sonunda yenidən əmələ gəlir. Reaksiyaya baxsaq, görə bilərik ki, xlor 2 reaksiyanın əvvəlində iştirak edibdir, aralıq mərhələdə əmələ gəlməyibdir və reaksiyanın sonunda yenidən əmələ gəlibdir. Buna görə də katalizator olacaq bizdə nə uşaqlar? Xlor 2. Daha sonra bizdən reaksiya məhsulunu istəyir. Uşaqlar, reaksiya məhsulunu tapmaq üçün hər iki tərəfi cəmləyirəm. Yəni, bu nə deməkdir? Başlanğıc maddələri bir cəmləyirəm, reaksiya məhsullarını da bir cəmləyirəm. Xlor 2 üzərinə gəlinsin 2 N2O üzərinə gəlinsin 2 xlor üzərinə gəlinsin nə veribdir bizə? 2 xlor O. Reaksiya nəticəsində alınıb 2 xlor üzərinə gəlinsin 2N2. Yəni, başlanğıc maddələri bir cəmləyirəm uşaqlar, reaksiya məhsullarını da bir cəmləyirəm. 2 xlor O üzərinə gəlinsin xlor 2 üzərinə gəlinsin O2. İndi deyəsiniz, müəllim, bunları niyə cəmlədiniz? Bunu cəmləməyimizin səbəbi odur ki, uşaqlar, təkrarlananları ixtisar eləyəcəm və buradan da reaksiya məhsulunu, ümumi reaksiyanı biz tapmış olacağıq. Yəni, bu nə deməkdir? Biz görürük ki, sol tərəfdə xlor 2 var. Sağ tərəfdə nə var uşaqlar? Xlor 2 var. Deməli, sol tərəflə sağ tərəfdəki xlor 2-ləri təkrarlananları ixtisar eləyirəm. İxtisar elədim. Görürəm ki, sol tərəfdə 2 xlor var. Sağ tərəfdə nə var uşaqlar? 2 xlor var. Deməli, 2 xlorları da ixtisar elədim. Görürəm ki, sol tərəfdə 2 xloro var, sağ tərəfdə də 2 xloro var. Deməli, 2 xloro ilə də 2 xloronu ixtisar eləmiş oldum. Buradan da görürəm ki, 2N2O qaldı, 2N2 qaldı və O2 qaldı. Reaksiyamız olacaq bu şəkildə. 2N2O alınıb. Nə uşaqlar? 2N2 və O2. 2N2 və O2. Reaksiya məhsullarımız nə olacaq uşaqlar? N2 ilə O2 şəklində olacaq. Öyrəndilərinizi yoxlayına baxaq. Kimyəvi reaksiyalarda katalizatorun rolu nədən ibarətdir? Biz dedik ki, katalizatorlar kimyəvi reaksiyanın sürətini dəyişən, lakin özləri sərf olunmayan maddələr idi. İkinci suala baxaq. Hidrogen peroksidin parçalanma reaksiyasının sürətini necə artırmaq olar? Bu da artıq mövzunun içərisində qeyd olunmuşdur uşaqlar. Hidrogen peroksidin parçalanma reaksiyasını yazıram. 2H2O2 parçalanır. Parçalanma nəticəsində alınır su, 2H2O üzərinə gəlinsin oksigen. İndi deyir, necə artırmaq olar? Gəlin baxaq. Temperaturu artırmaqla. Təbii ki, temperaturu artırmaqla doğrudur. Temperaturu artırdıqda neyinirdi? Hissəciklərin sayı, hissəciklərin toqquşması çoxalırdı. Buna görə də sürət artacaq. Anını qeyd elədim. Manqan O2 katalizator əlavə etməkdir. Təbii ki, nə dedik? Dedik, katalizator kimyəvi reaksiyanın sürətini artırır. Katalizator reaksiyanı sürətləndirdiyinə görə B-ni də götürəcəyik. Reaksiya mühitinə su əlavə etməklə. Xeyr, reaksiya mühitinə su əlavə edəndə uşaqlar, hidrogen peroksid durlaşacaq. Hidrogen peroksid durlaşdığına görə reaksiya getdikcə yavaşlayacaq. Buna görə də, yəni reaksiyanın artmasına, bunun sürətinin artmasına heç bir aidiyyəti yoxdur. Reaksiya mühitinə hidrogen peroksid əlavə etməklə. Təbii ki, bu da doğru olacaq. Hidrogen peroksid əlavə eləyəndə reagentin qatlığı artacaq. Nəticədə də toqquşmalar çoxalacaq. Deyini də qeyd elədim. Temperatur azaltmaqla bu da neyinəcək uşaqlar? Reaksiya sürətini artıra bilməz. Hissəciklərin toqquşma sürəti azaldığına görə reaksiyanın sürəti azalacaq. Deməli, doğru cavabımız oldu A, B, D. Canlı orqanizmlərdə fermentlərin rolu nədən ibarətdir? Fermentlər canlı orqanizmlərdə gedən kimyəvi reaksiyaları sürətləndirən bioloji katalizatorlar idi.
sənayedə istifadə edilən hansı katalizatorlar tanıyırsınız deyir. Uşaqlar, bunu bəzilərini gələcək mövzularda da keçə bilərsiniz. Mən tanıdıqlarımı yazıram əsas. İstəsəz qeyd edə bilərsiniz. Yəni, məsələn, dəmir katalizatoru var, vanadium Q5 katalizatoru var, mangan O2 katalizatoru var, platin var, palladium var və s. Bu katalizatorların hər birini biz aid edə bilərik. İzahımız bu qədərdir uşaqlar. Ümid edirəm ki, izahım aydın oldu. Daha çox videoların gəlməsi üçün, kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı və videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.